Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccəl və ləyyəkəl fərəc. Məkasib kitabında qiyadət bəhsindən birinci dərsi oxuyuruq. Və bugünkü dərsimizdə təbii ki, mövzumuz dəyişir. Bundan qabaqki dərsimizdə qumar bölümü idi. Qumardan bəhs edirdik, onu tamamladıq. Bugünkü dərsimiz qiyadətdir. Qiyadət nəyə deyərlər? Qiyadət ona deyərlər ki, bir nəfər vasitə olsun, bir qadını bir kişiyə yaxınlaşdırsın, onları tanış eləsin, ta nəticədə onlara zina elətdirsin. İndi bizim dildə müxtəlif adlar deyirlər. Bəzi insanlar var ki, onların işi bundan ibarətdir. Kişiləri, qadınları biri-biri ilə cəm eləyirlər, tanış eləyirlər və onlar zina eləyirlər, nəticədə buna pul verirlər. Həmən o işə deyirlər qiyadət. Yəni, naməhrəm bir qadını, naməhrəm bir kişiyə calaşdıran, tanış eləyən və zinaya şərait yaradan şəxs olur vasitə və buna deyirlər qiyadət. Mərhum Şeyx Murtəza Ənsari buyurur, bu iş haram işdir və bu günah-ı kəbirədir, böyük günahlardandır. Ona görə buyurur, Əs-sadisətu əşr, yəni haram əməllərin 16-cısı, yəni 16-cı haram əməl əl-qiyadətu, qiyadətdir. Həramun, bu iş həramdır və bir mənalı dinimizdə qadağandır. Məna eləyir, qiyadət nədir? Və hiyə səy beynə şəxseyn. Qiyadət odur ki, iki şəxsin arasında səy eləyir, çalışır, licəm'ihima, ki, o iki şəxsi cəm eləsin, yəni qadınla kişini cəm eləsin, ələl-vətyil muharrəm, haram bir işə. Bir dəfə budur ki, bir şəxsi, yəni qadınla kişi tanış eləyir, onları evləndirir. Şəriət yolu ilə onları evləndirir. Bunun eybi yoxdur, bu gözəl işdir. Bir dəfə budur ki, əs-səyu beynə şəxsin, iki şəxsin arasında çalışır, licəm'ihima ələl-vətyil muharrəm. Onları cəm eləyir, onları tanış eləyir, yığır bir yerə, haram bir işi görməyə, yəni zina eləməyə. Bu qiyadət haramdır. Və hiyə minəl kəbair, buyurur, bu qiyadət böyük günahlardan hesablanır. Və qəd təqəddəmə təfsirəl vasilə vəl-mustəfsilə bezalik bi məsələti tədlisil maşitə. Qabaqki bəhslərimizdə ki, Peyğəmbərdən hədis gəlmişdi.
mərhum şeyx bir hədis nəql eləmişdi ki, neçə nəfərə Allah lənət eləyibdi, öz rəhmətini uzaq eləyibdi. Biri də o qadın idi ki, Vasilə və Mustavsilə. Vasilə kimə deyirdilər? O qadınlar ki, onlar tük yapışdırırlar qadınların başına, o qadını gözəlləşdirirlər, ta inki onu naməhrəm kişilərə göstərirlər və naməhrəm kişilər o qadını görəndən sonra zina baş versin. Mərhum da şeyx buyurur, vəqət təqəddəmə, artıq qabaqda Vasilə və Mustavsilənin təfsirində deyildi, bezalik fi məsələti tədlisil maşitə. Tədlisil maşitə məsələsində Vasilə və Mustavsilənin təfsirini də bu mənada elədik. Çünki bu qadınların başına tük qoyub bunları bəzətdirən zina üçündə elə həmən qiyadət kimidir. Və fi səhihəti İbn Sənan, İbn Sənanın səhihə rivayətində gəlibdir ki, ənəhu yüzrəbu səlasətu ərba'i həddiz zina. Həmən bu qiyadət işi ilə məşğul olan insan, cəzası var həm də bunun. Zinanın həddinin 4-dən 3 hissəsini buna vurarlar. Bir şəxs ki, naməhrəm qadını, naməhrəm kişi ilə tanış eləyə və zina elətdirə, yəni bunlar zina eləyərlər, bu şəxs ki, vasitə olur, bu işi görür, bunun İslamda cəzası da var. Cəzası nədən ibarətdir? Zinanın həddinin 4-də 3 hissəsi buna vururlar. Zinanın həddi nədir? 100 şallaq. Yəni bir nəfər zina eləsə, onun cəzası, həddi 100 şallaqdır. 100 şallağın da 4-dən 3-ü 75 eləyir. Yəni 100-ü 4 yerə böləndə 25 eləyir. Bunun da 4-dən 3 hissəsi elədi 75 şallaq. Yəni bu qiyadət işi ilə məşğul olana 75 şallaq vurular. Bu İbn Sənanın səhihə rivayətində gəlib. Və fi səhihəti İbn Sənan ənəhu yüzrəbu səlasətu ərba'i həddiz zina. Zinanın həddinin 4-dən 3 hissəsi bu şəxsə vurular. 4-dən 3-ü nə qədərdir? 75 sutən. 75 şallaq. 75 şallaq zina həddinin 4-dən 3-üdür. Bu vurular bu şəxsə. Və ikinci cəza və yunfa minəl misr əlləzi huvə fihi. Və eyni zamanda bu şəxs yaşadığı şəhərdən sürgün olunar. Yəni hansı şəhərdə ki bu yaşayır və bu işləri görür, naməhrəm kişiləri, naməhrəm qadınları bir-biri ilə tanış eləyir və bunların bir-birinə zina eləməyinə səbəb olur, 75 şallaq ona vurular və sonra da onun yaşadığı yerdən onu çıxardarlar, sürgün eləyərlər başqa şəhərə. Ta insanlar onu tanımasınlar və o işləri də bu görə bilməsin. Çünki təbii ki, öz yaşadığı yerdə bu olsa, o tanıyır yenə qadınları, kişiləri tanıyır və bu işlə məşğul olur. Amma bunun öz şəhərindən bunu qovacaqlar və buna
75 şallaq vuracaqlar, onu qovlayarlar o şəhərdən, gedəcək başqa bir şəhərə, başqa bir şəhərə gedəndən sonra da orada bu formada kişi və qadınları tanımaz, tabu işə düçar olsun, mürtəkib olsun. Buna deyirlər qiyadət. Bəli, bu qiyadət birbaşa, bir mənalı dinimizdə haramdır və qadağandır. Elhamdülillahi Rabbil alemin.